Noyabr ayındayıq və yardımlar həmişəki kimi davam edir. Bəziləri fikirləşir, yardımı az görəndə, videomu az görəndə düşünürsünüz ki, Haqocan yardımı saxlayır falan. Yox, vallahi həmişə gedir, həmişə də olacaq. Nə qədər ki, qanımda qan, damarımda Azərbaycanlı qan axır, vətənpərvərlik, müsəlman qan axır, narahat olmayın, yardım gedəcək. Sadəcə çox şey çəkə bilmirəm, çox şey göstərə bilmirəm. O qədər danışırlar, edirlər. Bacardığım qədər çalışıram, vayin göstərirəm, yeni filmlərim gələcək falan da. Bunlar da yer olmaq üçün, amma yardım həmişə gedir, həmişə də var. Kimlər də istəsə ömür boyu hər gün bəlkə mindən ailə yazır. Nə qədər istəsəz ailə verə bilərəm. Nə qədər istəsəz əlaqə saxlayıb ailə, atası ailələrin bizə ehtiyacı var. Siz onları götürə bilərsiniz. Belə deyim, yenə izləmədə olun. Bacardığımızı həmişə eləməliyik. Haqocan nə qədər ki var, həmişə edəcək. Ölənə qədər bu mənim artıq bilmirəm, bu nə deyim? Allaha olan sevgim mən mi deyim? O atası uşaqlara olan istəyim mən mi deyim? Yoxsa bu mənim qanımda olan bir